1963-cü ildə yayımlanan Tetsuwan Atom Yaponiyada həm manga, həm animasiya sahəsinin əsasını qoydu. Belə ki, 1965-ci ildə yayımlanan Astro Boy əslində Yapon sənayesinin, animasiya sənayesinin əsasını qoyub. Hansı ki, bundan öncə daha bir animasiya var, çox qısa bir samuraylarla bağlı bir animasiyadır. Amma ümumilikdə Yaponiya animasiya sənayesinin inqilab keçirdən, yəni əsasını qoyan bu film hesab olunur. Hansı ki, bu filmin 2003 və 2009-larda, yəni yaxın tarixdə yeni 2 animasiya filmi göstərilib. Mən 2009-cu ildəki versiyasına baxdım və çox bəyəndim. Mövzu robotlar və insanlardır. Hansı ki, robot bir yenə, yəni hansı ki, klonlaşmada da bu mövzular olur. Burada isə bir elm adamıdır, o oğlunu itirir və bu ağrıya dözə bilmir, oğlunu yenidən robot şəklində yaradır. Oğlunu yaradarkən mavi enerji deyilən bir mavi enerjidən yaradır. Hansı ki, animasiyada 2 rəng var, 2 enerji var. Qırmızı negativ enerjidir, mavi isə pozitiv enerjidir və orada animasiyada həkim rolunda olan həkimi canlandıran bir obraz var. Hansı ki, o da deyir ki, bu 2 enerji, yəni qırmızı və mavi ikisi bir yerə gələ bilməz. Hansı ki, onlar bir araya gəlsələr, hamımız yox olacağıq. Və mavi enerjidən yaradılan bu uşaq insani, belə deyim, əxlaqi keyfiyyətlər, insana aid olan bütün keyfiyyətlər həm də bu robota ilk dəfə yüklənmiş olur. Amma atası o, yəni yaradılandan sonra eynilə Frankenstein necə ki, yaratdığı bədheybəti yaradandan sonra tərk eləmişdi, qəbul eləməmişdi və o, yəni o bədheybət gedib özünü, kimliyini tapmaq istəyirdi, necə yaşayacağını tapmaq istəyirdi. Burada da Astro Boy eynilə atası tərəfindən tərk edildikdən sonra deməli Metro City'də yaşayırlar bunlar, amma o daha sonra yerə belə deyim gedir. Hansı ki, animasiyada belə bir təsvir var ki, Metro City, yəni modern dönəm, modern yaşanılacaq bir yerdə artıq yer kürəsi məhv olubdu, yaşıllıq qalmayıbdı, hər şey xarabalıqdır. Belə deyim, alt təbəqə, hətta belə bir başqa distopik bir film var idi. Bir başqa kainat tapılır, yaşanılacaq bir kainat tapılır, amma ancaq kapitalistlər, oliqarxlar o belə deyim, planetə köçə bilirlər. Geridə qalan alt təbəqə insanlar isə canları ilə əlləşirlər, artıq yer küləsi xarabalığa dönübdür. Burada da o tip bir durum var. Metro City modern yaşanıla biləcək bir yerdir. Hansı ki, biz Metro City'də də o həkim uşaqlara dərs deyəndə deyir ki, bəlkə biz yenidən dünyanı, keçmiş halına qaytara bilərik, bəlkə yenidən yaşıllıqlar yarana bilər. Amma yəni orada belə durum dəyişməmiş olur. Bir siyasətçi var və həmən siyasətçi ki, seçim əldə etmək üçün, yəni güc zəhərlənməsi təbii ki, yaşamış adamdır və o hər şey eləməyə hazırdır. O qırmızı negativ enerjini belə deyim, istifadə eləməyə hazırdır. Tək ki, seçimlərdə qalib gəlsin. Astroya qayıtsaqsa, Astro yerə düşübdür və orada onun uşaqlar, yer kürəsindəki hansı uşaqlar tapıblar, amma uşaqlara robot olduğunu deyə bilmir. Oradakı qırılmış, orada yer kürəsindəki robotlar isə Metro City'dən artıq istifadəyə yararsız atılmış robotlardır. Hansı ki, istifadəyə yaramırlar, köhrəniblər, paslanıblar və bu robotlar isə intiqam almaq planları qururlar. Fikirləşirlər ki, insanlara qarşı müharibə eləsinlər, insanlar onları belə deyim, istifadə eləyib atıblar və bir də hüquqi yöndən də belə bir müqavilə var ki, insanlar onları yaradanda deyiblər ki, siz əsla bizə qarşı müharibə edə bilməzsiniz. Ona görə də bir tərəfdən edə bilmirlər, amma kin, nifrət də duyurlar, robot inqilabı planları qururlar və onların arasında, yəni o Metro City'dən gəldiyi üçün Astro hiss edir ki, ona qarşı yəni bir qəbullanmayacaqlar, robot olduğunu bilsələr. Ona görə deyə bilmir robot olduğunu. Onu, çünki bütün keyfiyyətləri digər robotlardan fərqlidir, bir uşağa bənzəyir. Yəni deyə bilmir davamlı olaraq, daha sonraya təxirə salır, amma təsadüfən onu oradakı
Metro City-dən qovulmuş, belə deyim, elm adamlarından biri, hansı ki pis roldadır, onun robot olduğunu anlayır və ifşa eləyir. Daha sonra o dostluq elədiyi uşaqlar ondan imtina eləyir, robot olduqdan sonra qəbul eləmirlər. Və necə, yəni Frankenstein danışdıqca elə bilirəm ki, eyni mövzudur da. Yəni o da Frankenstein-dəki yaratdığı bədheybət də yaxşı olur. Sadəcə görünüşünə görə onu qəbul eləmirlər. Burada da Astro əslində çox faydalıdır. Uşaqlara yəni yaxşı ünsiyyət qurur, davrana bilir, amma robot olduğunu öyrənəndən sonra onu belə deyim, kənarlaşdırırlar, diskriminasiyaya məruz qalır, kimliyini axtararaq orada boğuşur. Və əlbəttə ki, bu uşaqlar üçün nəzərdə tutulduğu üçün gülməli tərzdədir əslində, belə yumor baxanda gülürsən. Və daha sonra öyrəndən sonra əlbəttə ki, uşaqlar ondan imtina eləyir və eyni anda onu həmən anda savaşmağa məcbur eləyirlər. Robotlarla savaşmaq istəyir. O özünü müdafiə eləmək üçün savaşır ilk başda. Daha sonra isə onun özünün də canlandırdığı bir robot var. Onunla qarşı-qarşıya gətirirlər. Amma o savaşmaqdan imtina eləyir. O anda sevinirik çünki qarşısındakı robot da savaşmaqdan imtina eləyir. Əksinə həmən elm adamına belə deyim, əzməyə çalışır, yox eləməyə çalışır. Yenə Astro burada girir, yəni həmən adamın öldürülməsinə qarşı çıxır və onda daha çox simpatiya qazanır. Çünki yəni hər kəs təəccüblənir ki, necə yəni həmən adam səni öldürülməyə məhkum eləmişdi, amma sən yenə də onun üçün belə deyim, tam bir şiddət əleyhinə, yenə də onun üçün ölümdən xilas edir. Tam bu anda Metro City-dən gəlirlər yenidən o siyasətçi, onun mavi enerjisini çünki ehtiyacı var seçimi qalib gəlmək üçün. Yenidən Metro City-yə aparır. Onun atası deyir ki, yəni mavi enerjini çıxardacağam, üzr istəyir və s. Tam adama verirlər, tam o anda doktor fikrindən yayınır, deyir ki, yəni oğlum olmasa belə oğlum kimidir və enerjini qaytarır Astronun ürəyinə taxır. Həmən anda isə siyasətçi seçimlərdə qalib olmaq üçün ən son variantı əl atır və qırmızı negativ enerjini robotda həyata keçirir və orada təhlükə yaranır. Artıq o robotlar insanlara qarşı müharibəyə başlayır. Metro City-ni belə deyim də, eyni də Metro City-də dünya kimi belə xarabalıq bir yerə çevirirlər. Amma bu anda da yenə Astro bu səfər də Metro City-dəki insanlar üçün, yəni Metro City-ni xilas eləmək üçün savaşır. Yəni burada da qəhrəman olur. Yer kürəsində necə qəhrəman olmuşdusa, burada da qəhrəman olur. Hər iki, yəni həm robotlar, həm də insanlar tərəfindən də belə pozitiv bir sonluğu bitir. Baxmayaraq gördü bir yerdə ölür. Daha sonra isə onun canlandırdığı, mavi enerji ilə canlandırdığı robot yenidən gəlir, ona mavi enerji köçürdür və yenidən canlanır. Yəni orada öləndə həqiqətən uşaq animasiyasıdır, amma adam kövrəlir. Mən həqiqətən çox bəyəndim. Düşünürəm ki, böyüklər də, uşaqlar da izləyə bilərlər və Yapon animasiyası üçün də çox önəmli bir animasiyadır.